Hər birinizi salamlayıram dəyərli abituriyentlər, şagirdlər və müdavinlər. Bugünkü YouTube izah videomuzun mövzusu Osmanlı dövlətidir. Osmanlı dövlətinin biz bilirik ki, dövlət yaranmamışdan qabaqda kiçik bir tarixi var, analiz sayı kitablarında, həmçinin digər tarix kitablarında. Lakin bizə xüsusən lazımdır ki, Osmanlı hökmdarları hansı işləri həyata keçirib. Biz bugün əsasən Osmanlı hökmdarlarının həyata keçirdiyi tədbirlərdən danışacağıq. Birinci danışacağımız hökmdarımız təbii ki də dövlətimizin banisi olan Osman Qazidir. Osman Qazi 1302-dən 1326-ya qədər hakimiyyətdə olur. Osman Qazi dediyimiz kimi dövlətimizin banisidir. Dövləti öz adı ilə də elə Osmanlı dövləti adlandırıb. Dövlətimiz qeyd etdiyimiz kimi 1302-ci ildə yaranıb. Osman Qazi hakimiyyətə gəldikdən sonra əhaliyə və ölkə arasında yaşayan xristiyanlara xoş münasibət göstərdiyinə görə öz nüfuzunu çox sürətli şəkildə yüksəltmişdi və bundan sonra o Bursa şəhərini mühasirəyə almışdı. Bu məsələyə xüsusən diqqət edək. Bursanı mühasirəyə alır. Bursa şəhərini mühasirəyə alır, lakin onun mühasirəsi tam şəkildə həyata keçmir, çünki ölür və sonra hakimiyyətə kim gəlir? Daha sonra hakimiyyətə gələcək Osman Qazinin oğlu Orxan Qazi. (1326-cı ildən 1362-ci ilə qədər hakimiyyətdə olur. O atasının yarımçıq qoyduğu işi tamamlayır və 12 illik mühasirədən sonra Bursa şəhərini fəth edir. Bursa şəhərini fəth etdikdən sonra paytaxtı bura köçürür. Qeyd etdiyimiz kimi Bursanı fəth edir və dövlətin paytaxtını bura köçürür. Və bundan sonra dövlətin digər işlərinə belə desək ki, əl atır və bundan sonra Bizansla toqquşur. Bizansla tərəflər arasında müəyyən döyüşlər var. Xüsusən də biz Maltəpə döyüşünü qeyd edəcəyik. Maltəpə döyüşü. 1326-cı ildədir Maltəpə döyüşü və burada Osmanlı qoşunları qalib gəlir. Bundan əlavə Orxan Qazi 1356-cı ildə Gelibolu qalasını fəth edir. Bu onun üçün çox ciddi bir addımdır. Çünki Balkan yarımadasının tam şəkildə fəthi uğrunda atılan ilk addımlardan biridir. Bu Bizanslıları tamamilə beləcə məğlub edir, Anadoludan qovur. Anadolu torpaqlarını Türk torpağı edir. Bu da onun ən böyük uğurlarından biri hesab olunur. Orxan Qazinin dövründə ölkə paşalıqlara və sancaqlıqlara bölünür. Paşalıq, sancaqlıq. Həmçinin onun dövründə İzmit donanması da yaradılır. Yəni dövlətin artıq donanması da bu dövrdən fəaliyyətə başlayır. Biz iki dənə hökmdarımızdan danışdıq. İndi hal-hazırda bir dedik Osman Qazi, bir də dedik Orxan Qazi. Bu iki nəfərdə nəyə diqqət edirik? Bursanın mühasirəsi Osman Qaziyə, Bursanın fəthi Orxan Qaziyə məxsusdur və paytaxtı da Söğütlü şəhərindən Bursa şəhərinə eləməz Orxan Qazi köçürəcək. Orxan Qazidən sonra hakimiyyətə 1-ci Murad gəlir. İndi lövhəmizi təmizləyək və 1-ci Muradın hakimiyyətindən danışaq. Həm vaxtımız getməsin, həm də rəngləri fərqli olsun deyə hökmdarlarımızın adını lövhəyə qeyd etdik. 1-ci Murad 1362-1389-cu illərdə hakimiyyətdə olur. 1-ci Murad Osmanlı tarixinin ən çox yadda saxlamalı olduğumuz hökmdarlarından biridir. Nəyə görə? Çünki 1-ci Murad Osmanlı tarixinin ilk sultanıdır və o dövləti sultan təxəllüsü ilə idarə edir və o Ədirnə şəhərini fəth eləyərək Ədirnəni paytaxt şəhəri elan edir. Ədirnə fəth olur və paytaxtı ora köçürür. Bundan əlavə 1-ci Murad Serbiyaya qarşı, yəni serblərə qarşı mübarizə aparır. Tərəflər arasında 1371-ci ildə Çirmən döyüşü baş verir. Çirmən döyüşündə qeyd etdiyimiz kimi Serbiya ilə biz mübarizə aparırıq və döyüşdə təbii ki də Osmanlı qoşunları qalib gəlir. Lakin Serbiya daha sonradan yenidən bir də müharibə edir Osmanlılarla və tərəflər arasında bu səfər də 1389-cu ildə Kosova döyüşü baş verir.
Kosova. Kosova döyüşündə yenə də Osmanlılar qalib gəlir. Lakin bu səfər Serblər bir heyliyə əl atır və 1-ci Murad burada yaralı olan əsgərləri, belə desək, yoxlayır ki, hansı sağda, hansı ölü. Bu zaman özünü ölüyə vuran bir Serb əsgəri qalxaraq 1-ci Muradı yaralayır və 1-ci Murad daha sonradan ölür və hakimiyyətə onun oğlu İldırım Bəyazıt gəlir. 1-ci Muradın dövründə ümumiyyətcə yadınızda saxlayın ki, Serbiya və Macaristan tamamilə tabe olur Osmanlıya. Serbiya və Macaristan. 1-ci Muraddan sonra hakimiyyətə İldırım Bəyazıt gəlir. İldırım Bəyazıt hakimiyyətə gəldikdən sonra 1396-cı ildə Niqbolu döyüşündə Səlibçiləri məğlub edir. Sonra 1-ci İldırım Bəyazıt Bolqaristanı fəth edir. Xüsusən Bolqaristana diqqət edin, çünki biz Süleymandan danışanda orada Belqradın adını çəkəcəyik. Abituriyentlərin bir çoxu Bolqaristan və Belqrad ifadələrini qarışdırır. Bolqaristanı fəth edir. Bundan sonra Konstantinopolu mühasirəyə alır. Lakin ölkəyə Əmir Teymur yürüşü mühasirəni yarımçıq dayandırır. Əmir Teymur 1402-ci ildə hücum edir Osmanlı üzərinə və tərəflər arasında 1402-ci ildə Ankara döyüşü baş verir. Ankara döyüşündə Teymuri qoşunları qalib gəlir və 1-ci İldırım Bəyazıt əsir götürülür. 1402-ci ildə baş verən Ankara döyüşü Konstantinopolun fəthini düz 51 il gecikdirir. Teymurilərin Osmanlı üzərinə hücum etdiyini və mühasirənin belə desə yarımçıq qaldığını eşidən Papa 3 gün kilsədə çanların çalınmasını əmr etmişdi ki, bu bir bayram səviyyəsindədir. Çünki Teymurilər olmasa Osmanlılar 1402-ci ildə Konstantinopolu fəth edəcəkdi. Və 1-ci İldırım Bəyazıtın əsir götürülməsindən sonra Osmanlı tarixində səltənət fasiləsi dövrü başlayır və hakimiyyətə 1-ci Teymurun göstərişi ilə şahzadələr gəlir. Amma biz o dövrü abituriyent səviyyəsində keçmirik. İçərinizdə tarix fakültəsində oxuyan və yaxud oxuyacaq olan varsa, o bu dərsləri orada görəcək. Və bundan sonra 1-ci İldırım Bəyazıtdan sonra bizdə hakimiyyətə 2-ci Mehmet, daha sonrası 2-ci Bəyazıt, sonra 1-ci Səlim gələcək. İndi biz növbəli şəkildə onları danışacağıq. Yenə də lövhəmizi silək və dərsimizin yerdə qalanından danışaq. Davam edək ki, Osmanlı tarixinin ən mühüm hadisələrinin həyata keçdiyi o dövrdən. Sultan II. Mehmet. Qeyd etdiyimiz kimi səltənət fasiləsi bitdi və 2-ci Mehmet hakimiyyətə gəldi. 2-ci Mehmet hakimiyyətə gəldikdən sonra onun qarşısında ən böyük amal təbii ki də Konstantinopolun fəthi dayanırdı. Və 2-ci Mehmet bir çox dövlətlərin və bir çox Osmanlı hökmdarının həyata keçirmək istədiyi, amma keçirə bilmədiyi o işi həyata keçirəcək, belə desək. Və 1453-cü ildə 2-ci Mehmet Konstantinopolu fəth eləyəcək. Konstantinopolun adını İstanbul deyə dəyişdirəcək və dövlətin paytaxtını bura köçürəcək. Bununla da biz bilirik ki, 395-1453-cü illərdə mövcud olmuş Bizans imperiyası süqut eləyəcək, Bizansın torpaqları veriləcək Osmanlıya və bundan sonra Konstantinopol İstanbul adlanmağa başlayacaq. Plus, biz bilirik ki, Yustina dövründə Sofiya məbədi inşa edilmişdir. Sofiya məbədinin adı dəyişilərək Ayasofya məscidi olaraq dəyişdiriləcək və müsəlmanların bir məscidi olacaq. Və bundan sonra 2-ci Mehmetə Fatih təxəllüsü verəcəklər. Fatih 2-ci Mehmet adlanacaq o. Bundan əlavə Mehmet nə edəcək? 1461-ci ildə biz Ağqoyunluda qeyd eləmişdik. Trabzonu fəth edəcək. Sonra 1472-ci ildə o özünə qanunnamə verəcək. Qanunnamə qəbul edəcək daha doğrusu. Və dövləti gücləndirəcək. 2-ci Mehmetdən sonra qeyd etdiyimiz kimi hakimiyyətə 2-ci Bəyazıt gəlir. 2-ci Bəyazıt 1481-ci ildən 1512-ci ilə qədər hakimiyyətdə olur. 2-ci Bəyazıt ölkədə Yahudilərə yaşamaq üçün icazə verəcək. Yahudilərə icazə verəcək. Səfəvilərlə normal münasibətlər saxlayacaq. Normal münasibətlər. 2-ci Bəyazıtdan sonra hakimiyyətə 1-ci Səlim gələcək. İndi isə lövhəmizi silək və 1-ci Səlim və Sultan Süleyman Qanuni'dən danışaq. Qalmışdıq 1-ci Sultan Səlimdə. 1-ci Sultan Səlim
bir qədər qəzəbli, belə desək, sinirli bir şəxsiyyət olduğuna görə tarixdə o Yavuz təxəllüsü ilə qalır. Sultan Səlim əslində biz Səfəvi dərsindən bir qədər keçmişdik. Bilirik ki, o Səfəvi dövləti ilə müharibəsi ilə yadda qalır. Hansı ki, 1514-cü ildə Səfəvi dövləti ilə tərəflər arasında Çaldıran döyüşü baş vermişdi. Çaldıran döyüşü nəticəsində Osmanlı qoşunları qalib gəlmiş, Şah 1-ci Təhmasibin başçılıq etdiyi Səfəvi qoşunları isə məğlub olmuşdu. Bundan əlavə ən vacib məsələlərdən biri 1-ci Sultan Səlim 1514-cü il, 17-ci ildə Misir məmlüklərini tabe etmişdi. Misir məmlüklərini tabe eləyəcək və bundan sonra o İslam dünyasının xəlifəsi titulunu alacaq. Bundan sonra isə hakimiyyətə 1-ci Sultan Süleyman gəlir. Biz bunu Möhtəşəm Yüzyıl filmindən bir qədər tanıyırıq, serialına mı deyək. 1-ci Süleyman dünya tarixində möhtəşəm və ya da qanuni təxəllüslərlə yadda qalır. O 46 illik bir hakimiyyətdədir və o hakimiyyətin demək olar ki, yarısından çoxunu müharibələrə həsr edib. 1-ci Sultan Süleyman hakimiyyətə gəldikdən sonra o işğalçı yürüşlərə başlayacaq. İndi biz Sultan Süleymanın işğalçı yürüşlərindən danışacağıq sizinlə. O 1529-cu ildə Belqradı tutacaq. 1526-cı ildə Muxaç döyüşündə Macar Çek qoşunlarını tabe edəcək. Yəni qalib gələcək. Bundan sonra 1534, 1535, 1548 və 1554-cü illərdə Səfəvilər üzərinə hücum edib Təbrizi tutacaq. Və onlarla Amasya sülhünü bağlayacaq. Yəni bunu biz Azərbaycan tarixindən danışmışdıq. Daha sonra o, yəni hadisələri ardıcıl şəkildə yazıram ki, sizin üçün daha rahat olsun. 1529, 1541, 1566-cı illərdə Avstriya ilə müharibə edəcək. 1529-cu ildə Avstriyanın paytaxtı Viyanaya belə desək, hücum edəcək və Viyananın birinci mühasirəsi uğursuzluqla nəticələnəcək. 1541-ci ildə də o Viyanaya hücum edəcək. 1541-ci ildə də öz ordusunu göndərəcək. Ordusu Əlcəzairdən keçərkən qasırğaya düşəcək və qasırğaya düşəndə donanma məhv olduğuna görə bu yürüşümüz də uğursuz olacaq. Lakin daha sonra Fransanın köməyi ilə Korsika adasını tutacaqlar. 1566-cı ildə də Avstriya üzərinə hücum edəcək və tərəflər arasında Zigetvar qalası uğrunda gedir bu arada döyüş. Tərəflər arasında elə 1566-cı ildə Zigetvar döyüşü baş verəcək. Zigetvar döyüşü nəticəsində belə desək ki, Sultan Süleyman öləcək və o elə qalanın yaxınlığında da dəfn olunacaq. Sultan Süleymanın dövründə Osmanlının torpaqları heç görmədiyi səviyyədə böyümüşdü və dövlətdə xeyli gücləndirmişdi. 1-ci Süleymandan isə sonra hakimiyyətə gələcək bizdə 2-ci Səlim. İndi isə keçək 2-ci Səlim, 3-cü Murad və 1-ci Əhməd dövrünə. Danışaq indi 2-ci Səlim, Murad, Əhməd, Osman və Muraddan yenə də. 2-ci Səlim ən əsas hadisəsi 1571-ci ildə Kipr adasını fəth etməsidir. Kipri fəth edir. 3-cü Murad ən əsas hadisələri qeyd edirəm. 3-cü Murad İstanbul sülhünü bağlayır. İstanbul sülhü. 1-ci Əhməd isə bizim 2-ci İstanbul sülhünü bağlayır. Yəni Sərab sülhünü. 2-ci Osman da bizimlə Mərənd sülhünü bağlayır. 4-cü Murad isə bizimlə 1639-cu ildə Qəsri Şirin müqaviləsini bağlayır. 2-ci İstanbul müqaviləsi 1612-ci ildə, Mərənd müqaviləsi isə 1618-ci ildə bağlanmış olur. Bu formada Osmanlı dövləti olduqca vacib dərslərdən biridir. Çünki inteqrasiyalı şəkildə sual düşə bilər, oxşarlığa da düşə bilər, xəritə kimi də düşə bilər. Ona görə diqqətli olaq. Həmçinin Azərbaycan tarixində də olduğuna görə düşmə ehtimalı daha yüksək olur. Akıncı və Yeniçəri olmaqda da orduları 2 hissəyə bölünür. Buna da xüsusən diqqət etirik. Bu formada növbəti videolarda görüşmək üzərə.